Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yeni gündən yeni bir video ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və keçirəm vlogumuza. Və deməli qızlar, səhər duran kimi durduğum işlərimin bəzilərini etdim və dedim gedim öncə kargomu götürüm, daha sonra gəlim işlərimi davam edərəm. Gəlmişəm burada Expargonun Gəlal məntəqəsinə. Kiçik bir bağlamam var idi, onu götürdüm. Yəni demək olar ki, hər gün gəlirəm mən kargodan neysə götürürəm, amma bəzən belə hərdən bir çəkirəm. Yəni bu bir gün öncə də gedib götürmüşdüm. Onda yəni çəkiliş etməmişdim. Belə bugün yola çıxmışkən yəni dedim bir vloga da başlayayım. Və qaydanda da bir-iki alınacaqlar var idi. Pomidorumuz qurtarmışdı və soğan da bitmişdi. Onları da aldım, gəldim evimizə. Artıq burada evdəyəm. Gedərkən yoldaşım dedi ki, istəyirsən aparım səni gətirim. Özüm istəmədim, dedim ki, özüm yürüyüş etmək istəyirəm, gəzmək istəyirəm. Ona görə də piyada getdim, qayıtdım və belə dediyim kimi soğandı, pomidordu, belə şeylər aldım. Bir də nar şərab da almışdım, o da əlimdən düşdü yerə. Elə bu paketi açanda o yerini çəkməmişəm. Paketi açanda sürüşdü, paketin içindən düşdü xalçanın üstünə, bərbad günə qaldı. Videonu dayandırdım, keçdim, oranı təmizlədim. Nar şərab da bilirsiniz, belə tünd qara ləkə tutan bir şeydir, güclə təmizləyici vasitələrlə birtəhər təmizlədim. O yeri, yəni elə yerdə təmizlədim. Yeri yaş qalmışdı, orada da balaca bir xalça kimi bir şey var idi, üstündən attım ki, ayağımızın altı yaş olmasın. Və daha sonra keçdim kargomuzu açmağa. Nədir bu qızlar? Həvəslə gözləyirdim, maraqlı gəlirdi mənə bu. Axırı ki, gəlib çıxdı. Dedim, elə sizinlə bir yerdə açım. Belə kiçik bir tikiş maşınıdır. Qiyməti də münasib idi. Belə bir pedalı da var özünün. Daha sonra şunuru da var qoşmaq üçün də. Və pedaldan əlavə üstündə knopkası var. O ilə də tikmək olur və əlavə olaraq da üstündə belə zapas nə deyirlər buna, çernok falan, belə mən çernok bilirəm. Yəni əlavə çernokları da var üstündə. Belə iynə keçirtmək üçün bu şeydir. Və belə bir dənə də zapas iynə qoyublar. Tikiş maşının iynəsidir də, zapas iynəsi. Və belə dedim, yoxlayım görüm necədir. Düzü rəylərdə oxumuşdum. Hamı razılıq bildirirdi. Balaca da olsa çox yaxşı tikir, səliqəli tikir. Yəni düz tikiş tikir də, başqa bir tikiş yoxdur, ancaq elə sadə düz tikiş üçündür. Düzdür, yoldaşımın tikiş maşını var, amma yəni ora hər dəqiqə nəsə balaca bir şey lazım olanda tikməyə qaçırdım ora. Dedim, qoy əlimin altında olsun ki, balaca cırıq sökükləri tikmək üçün belə bir şey çoxdan almaq istəyirdim. Elə bunu görmüşkən dedim, aldım. Həmən bu knopka tikiş tikmək üçündür. Yəni pedaldan istifadə etməyəndə ondan istifadə edirsən. Belə burada da yoldaşım bilirsiniz də dərzidir, həm də maşının ustası. Yəni maşınlara çıxıl, pərdə falan tikir. Başı çıxır deyə elə götürdü ki, baxsın görək necə bir şeydir, necə işləyir. Burada elə onu yoxlayırıq. Bu arada onu da deyim, düzdür, tikiş maşını oyuncaq kimi görsənsə də, balaca görsənsə də çox səliqəli tikiş tikir. İndi burada da yəni hətta biraz belə çəkmişəm necə tikdiyini görəsiz və məhsul nömrəsini də qoyacağam burada, kimsə istəsə
sifariş edə bilər. Yəni kodu axtarış yerində, Temuda axtarış yerində yazsaz çıxacaq bu məhsul. Ne oldu? Bir atımlık var mı? Yaxşı tikir, ha? Normal. Neyse, qəşəng tikir də. Və belə qızlar, tikiş maşını da necə tikdiyini göstərdim sizə. Hələ ki razıyam, yəni yaxşı tikir. Yəni böyük bir şeylər olmasa da, balaca belə sökükləri falan tikmək üçün yaxşıdır. Yəni əldə tikilən bir şeyləri orada tikməyə yaxşıdır. Dedim elə göstərdim sizə necə tikdiyini. Yəni hələ ki razıyam. Daha sonra da deyə bilmərəm, onu da istifadə etdikcə biləcəm. Bu isə qızlar şey idi, toz soğan almışdım, yadınıza gəlirsə, dedim sizə bırak çıxıb. Həmən toz soğan üçün filtr də almışdım. Düzdür, yəni toz soğanı buranın zakaz edəndən sonra bunu vurmuşdum. Amma gələndən sonra gördüm toz soğan da zay çıxdı. Heç bu filtrə də ehtiyac qalmadı. Və bu isə kleydir qızlar, dırnaq yapışdırmaq üçün. Çox möhkəm kleydir. Burada da göstərirəm. Yəni kisnəndir. Kleyi kislə çəkirsiniz. Dırnağınızın üstünə çəkirsiniz kleyi, ya da ki bu yapışdıracağınız dırnağın içinə çəkirsiniz. Daha sonra yapışdırırsınız. Çox möhkəm bir kleydir. Və daha sonra oğlumun iş yoldaşı gəlmişdi, dostu gəlmişdi. Oturmuşdular içəridə, çay falan verdim. İçdilər. Daha sonra yemək təklif elədim ki, yemək də yeyin. İstəmədilər. İstəmədilər deyəndə, yəni oğlumun dostu dedi istəmirəm. Amma biraz sonra gördüm ki, bir xeyli oturmuşdu deyə. Dedim bəlkə acımış olarlar. Heç olmay belə yüngül atışdırmalıq bir şeylər hazırlayım. Burada ona görə də durdum, başladım. Biraz buzluqdan blinçik çıxartdım. Donmuş blinçiklər. Onu öncə mikrodalğada buzunu açdım. Daha sonra qəşəng qızartdım. O yüz bu yüz və belə buzluqdan yenə də içlik çıxartmışdım. Qutab içliyi. Mal ətindən qoyun əti qarışıq biraz belə içlik var idi. Lavaş da var idi evdə. Dedim bundan da biraz qutab hazırlayayım ki, yesinlər. Yedilər. Üstündən çay da içdilər. Daha sonra getdilər. Və burada da bir gün öncə demişdim, kargoya getmişdim. Onda da həmən bu aparat gəlmişdi. Bu aparat da nədir qızlar? Bunu öncə almışdım. Yadınıza gəlirsə, bu smart olmayan televizorları smart edirdi. İnternetə çıxış yaradır. Və burada da həmən o aparatı qoşurdu yoldaşım. Burada da göstərirəm, otağını dəyişikliklər edib, otağında biraz təmir etmişik. Yadınızdarsa, bura bütün suvaq idi. Şpaklovka falan çəkildi, ağardıldı. Belə bu da Temudan aldığım radiosudur, qoyub burada. Hər bir şərait qurub özünə, köhnə xaladenik biz də gətirib qoymuşuq burada. Bu da köhnə mətbəxdəki meblin, yəni yarı hissəsini bura quraşdırdıq ki, içinə lazım olan şeylərini yığsın, istifadə etdik. Burada görürsünüz saplar falan, hər bir şeyi əlin altında yığıb səliqəli şəkildə. Burada da belə İran peçini qoyub ki, qışda istilik üçün. Onu da yeni alıb, ikinci əl alıb, düzdür, təzə almadı ki, onsuz da burada iş otağında işlədəcəm. Bu televizoru da sağ olsun qaynanam verib. Özlərinə, yəni mətbəxdə olan televizor idi bu. Mətbəxə daha böyük diaqonalı olan televizor almışdı deyə bunu da verdi. O
yoldaşıma ki, iş otağında qursun. Və bu televizorun internetə çıxışı yox idi da. Ona görə də belə bir aparat sifariş etdik. Gəldi və indi onu quraşdırırıq. Çox aparat da nə aparatdır qızlar, belə balaca bir şeydir. Arxasından şnuru qoşursunuz və YouTube-a, nə bilim, digər Play Market-dən nə proqram istəyirsə, bir proqramı yükləyib. Yəni əsl belə smart Android televizorlar kimi də, yəni digər televizorlar kimi, yeni nəsil televizorlar kimi istifadə etmək olur bir sözlə. Belə quraşdırdı ki, rahat-rahat burada gününün çox vaxtını burada keçirdir yoldaşım deyə. Ona görə dedi, başı qarışsın iş görəndə. Mən də dedim, biraz çəkiliş edim, həm çıxmışdım həyətə ki, sizə həyətimizi görsədim, həyətdə nə işlər görülüb. Elə birinci girdim, gördüm ki, yoldaşım burada. Elə dedim, birinci bu otaqdan başlayayım ki, burada da iş getmişdi. Buranın da dəyişikliyini göstərmək istədim sizə. İndi daha sonra çıxacağım. İndi həyəti də göstərəcəm sizə, nə işlər görmüşük. Belə görürsünüz qızlar, qoşuldu internetə. İstədiyiniz vaxt, yəni YouTube-a da girmək olur, digər proqramlardan da istifadə etmək olur. Çox gözəl bir cihazdır. Temuda var, məhsul nömrəsini də qoymuşdum. Yəni o məhsul nömrəsi ilə tapa bilərsiniz. Düzdür, biraz bahadır. 60 neçə manat idisə, endirimlə 40 manata aldıq bu aparatı. Və belə əsas odur ki, işə yaradı. Bir də bura çox zəif, burada görürsünüz donur. Çox zəif internet çatır, yəni Wi-Fi tutur. Bir də başqa bir cihaz sifariş eləmişik. Wi-Fi sürətləndirən də, belə gücləndirən. O da gəlsin, onda daha ki, yəni iş otağına Wi-Fi zəif gəlib çatır. Wi-Fi zəif tutur, daha doğrusu. O aparatın vasitəsilə Wi-Fi gücləndirəcək. Elə qızlar, daha sonra çıxdım həyətə. Dediyim kimi, həyətdə nə dəyişiklik var, onu çəkim sizə. Öncə belə ağaclarımızı çəkirəm. Bu da bizim Maylomuz. Murtuzumuz da var. Bir dənə pişiyimiz. Adı Murtuzdur. O da oradan yanındadır. Qızlar, yadınıza gəlirsə, burada kafili vurmuşdu. Keçən vlogların birində görmüşdünüz. Kafil bir də alt hissəsini, şkafın alt hissəsini qoymuşdu. Yəni onu çəkmişdim də sizin üçün. Dedim, indi tamamını çəkeyim, necə göründüyünü. Şkafın üstünü də qoydum. Daha sonra bu dəzgahın üstündə qaz peçi üçün yer daşdı. Bu qaz peçi də bilirsiniz də mənim köhnə qaz peçimdə, köhnə mətbəximdə var idi. Təzəsi üçün yenisini almışdıq, bu qalmışdı. Elə saxlamışdıq o niyyətlə ki, burada həyətdə quraşdırarıq və belə bir xudmani bir mətbəx yaradıb mənə. Burada həm də köhnə mətbəximi xatırladır mənə, bir xoş olur. Darıxıram bəzən köhnə mətbəxim üçün. Və burada da göstərirəm qızlar, görürsünüz. Demişdim, yəni rənglənmə işi tamamlanmamışdı. Yuxarı hissəni keçən vlogda yadınızda sulaq elədi ki, tam rənglənsin. Evin qabağındakı olan rəngi saxlamışdı ki, bütün həyətin hamısını eyni rəngdə olsun. Və o iş də bitdi. Və qaldı həyətdə bir iş. Həmən bu yoldaşımın iş otağını, həmin iki otağının üstünü şifir götürməliyik. O da çox baha başa gəlir deyə hələ ki imkan yoxdur. Ona görə də hələ ki qalıb. İnşallah o da pul Allah yetirsin. Onun üstünü də bağlayacaq. Belə paket şifir istəyir bağlasın yoldaşım. Belə qızlar, daha sonra keçdim axşam yeməyimizi hazırlamağa. Axşam yeməyimizə də ki, lobya hazırlayıram. Dedim, necə hazırladığımı sizin üçün də çəkim. Bilirəm ki, lobyanı fərqli üsulla çox adam hazırlayır. Dedim, mən öz hazırladığım üsulu da sizə göstərim. Belə öncə başlarını təmizləyib, yəni lobyaların hər iki tərəfinin başlıqlarını təmizləyib, lobyaları yuyuram, daha sonra doğrayıram və doğradıqdan sonra bir də su gəzdirirəm üstündən. Yəni 2 dəfə yuyuram da belə. Görürsünüz, burada yumuşdu bunun lobyaları.
Doğrayandan sonra bir də su gəzdirirəm üstündən. Daha sonra tökürəm bişirəcəyim qazanın içinə, yəni tavanın içinə. Qızlar, mən necə hazırlayıram lobyanı? Çox adam qaynadır ayrıca lobyanı, daha sonra əlavə eləyir yağ soğanın yəni üstünə. Amma mən hamısını, yəni lobyanı doğradım, tökdüm qazana, üstündən soğanı da doğrayıram, üstündən pomidoru da doğrayıb dökürəm, yağını, duzunu, sarı kökünü, istiotunu, hər şeyini qatıb ağzını bağlayıram möhkəm, o da ta ki suyu çəkilənə qədər pişir. Yəni mən bu üsulla hazırlayıram. Çox rahatdır mənə, həm də çox da dadlı alınır. Və belə biz çox az sulu xoşlayırıq da, lobya biraz belə sulu qalanda xoşlayırıq. Bəzən hətta sarımsaqlı qatıq da hazırlayıram üstünə, yəni gəzdirib yeyəndə çox dadlı olur. Və kimsə də məsələn yumurtalı istəyirsə, çığırtmasını istəyirsə, biraz ayırıb başqa bir tavaya yığıb yağını əlavə edib, yəni suyu çəkilənə qədər yağda qovururam, üstünə də yumurta vururam, elə də yeyirik. Yəni ən çox yəni sevilən bizdə sulu kimidir də, sulu formasıdır. Ona görə də çox vaxt sulu hazırlayıram. Belə qızlar, siz necə hazırlayırsınız lobyanı? Yəni mənə elə gəlir ki, mənə görə ən rahat hazırlanma qaydası budur. Elə əvvəllər düzdür, mən elə suyunu qaynadırdım, lobyanın tökürdüm qırağa, əlavə yağ, soğan, nə bilim falan filan, belə uzun dərə bir şey olurdu, amma bir dəfə belə hazırladım, çox xoşumuza gəldi, elə o vaxtdan belə də hazırlayıram, yəni belə qalıb, yəni hər zaman belə hazırlayıram. Başqa bir üsulla hazırlamıram. Və belə qızlar, yeməyimi qoydum bişməyə. Musiqini də orada qoşmuşam. Həmişə olduğu kimi musiqi görərək iş görmək mənə motivasiya verir. Və qablarımı da yudum, hamısından nə çıxmışdı. Ümumi törtökündə topladım. Və işim də bitmiş oldu. Düzdür, gün ərzində çox iş olsa da, çəkdiklərim, yəni gördükləriniz bunlardır, yəni çəkdiklərim bunlardır. Ona görə də ola bilər sizə qısa gəlmiş olar, amma bütün günü dediyim kimi dayanmadan iş görərək keçir. Yəni yadıma düşdükcə nə düşürsə onu çəkirəm təbii ki sizin üçün. Və düzdür, bilirəm ki biraz az oldu bu dəfəki çəkiliş. Yəni gün ərzində bilirsiniz də bir gündə nə çəkiriksə odur. O da ki, yadıma çox vaxt iş görəndə yadıma düşmürdü çəkiliş etmək. Amma belə sonra baxıram ki, yəni montajda görürəm ki, yəni yenə də pis deyil. Bir yerdə getdik, kargomuzu götürdük, kargomuzu açdıq, həyətimizdəki olan dəyişikliyi göstərdim sizə. Belə yeməyimizi bir yerdə bişirdik. Belə, yəni bu dəfəki vloqumuz da bundan ibarət oldu. Ümid edirəm, sevərək, bəyənərək izlədiniz və videom burada artıq sona çatdı. Sağollaşmaq vaxtıdır. İnşallah ki, Allah qismət edərsə, növbəti vloqda görüşərik. Ona qədər özünüzə yaxşı baxın. Öpürəm hər birinizi, sağ olun.